Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Bugünkü mövzumuz Peyğəmbərimizin çox arvadlılıqla bağlı olacaqdır. Peyğəmbərlə bağlı Allahın salamı olsun ona və əhl-i beytinə ən çox verilən suallardan, bəzən də ən çox ortaya atılan şübhələrdən biri də budur ki, Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə nə üçün çox arvad alırdı, nə üçün onun çox həyat yoldaşı olmuşdur. Hətta bu məsələdən sui-istifadə edirlər. Peyğəmbərə pis-pis nisbətlər, nauzubillah, əstəğfirullah, Allah uzaq eləsin, arvadbaz, şəhvətbaz, həvəsbaz nisbəti verirlər. Doğrudan mı Peyğəmbər güya onların dediyinə əsasən şəhvətbaz olubmu? Peyğəmbər həvəsbaz olubmu? Əstəğfirullah. Və biz indi burada cavabları verəcəyik. Bilməyənlər, tarixi məlumatı olmayanlar məlumatlansınlar və şübhəsi olanların şübhəsi aradan getsin, qərəzi olanları da qərəzli Peyğəmbərə qarşı yanaşanları da insaflı olmağa dəvət edirik. Onları öz vicdanı ilə başa-başa buraxırıq. Əvvəldə bunu deyək, bizim dinimizdə Peyğəmbər salamullah əleyh və aleyh çox arvadlıq olsun, olmasın, bizim dinimiz çox arvadlığa baxışı necədir? Bu bir geniş bəhsdir, mən burada qısa deyirəm. Bizim dinimizdə İslamın fikri, Peyğəmbər və əhl-i beyti Allahın salamı olsun, onların buyurduqlarına əsasən və Qur'an-ı Kərimin də ayəsindən belə çıxır. İnsan həyatının davamı bir kişi və bir qadın üzərində qurulub. Həyat bununla davam edir. Allah Teala yaradanda birinci bir Adəm yaratdı, əleyhissalam, ikinci bir Həvva yaratdı. Salamlar. 2 Həvva, 3 Həvva, 4 Həvva olmayıb. Yer üzərində İslamın məsləhəti bir kişi və bir qadınadır. Bu İslamın buyurduğu məsələdir. Və bu hökmün istisnaları ola bilər. Müəyyən şəraitdə, müəyyən səbəblərdən vəziyyət elə yarana bilər ki, ikinci bir qadına istisna sürətdə ehtiyac ola bilər. İslamın fikri budur. Böhrandan, çətinlikdən, problemlər ki var bəzi yerlərdə, hətta qeyri-müsəlman ölkələrində demoqrafik vəziyyət dəyişilir, qadınların sayı çox olur, kişilərin sayı az olur. Müəyyən məsləhətlərə hətta o ölkələrdə nə edirlər? Çox arvadlığa icazə verirlər. Hal-hazırda var. Heç müsəlman ölkələrdə deyil. Buna tarixdə misallarımız var. Ona görə, məsələn, Almaniya, 2-ci Dünya müharibəsindən sonra Almaniyada yaranan bu vəziyyət, başqa yerdən kişi gətirmək söhbəti yoxdur ki, daha. Kimsə gedib başqa yerdən üzr istəyirəm, kişi gətirir. Amma bir də var, bizim dinimiz buna icazə verir ki, elə çox qalan o qadınları, qadınların sayını çox arvadlıqla həll eləyək. Bu bir məsələdir. Və İslam dini burada şərtlərdə qoyub, bu işi görənlər çox şərtləri var. Birinci, ədalətli olmalıdır. Hətta bəzi alimlərin rəyinə əsasən birinci arvaddan icazə almalıdırlar. Xülasə, İslamın rəyi heç də budur ki, İslam təbliğat aparsın, gecə gündüz desin ki, çox arvad alın. Xeyr. Əsas məsələ bir kişi, bir qadın üzərində qurulmuşdur. İndi kimlərsə bunu qadağan eləyirlər, çox maraqlıdır. Bugün dünyada rəsmi ölkə qanunlarında çox arvadlığı qadağan eləyib, bir arvadlığı qanuna salan, legitimləşdirilən o problemi üzr istəyirəm ifadəmə görə nə ilə həll ediblər? Fahişəliyi, əxlaqsızlıq rəsmi eləməklə. Ona rəsmiyyət veriblər. Çox arvadlıq rəsmən olmaz. Amma xəyanət, ailələrin dağılması və bir qadınların bir yerə yığıb adını əxlaqsız yuvası deyək, norma ilə ya başqa adlar qoyaq, ondan güya nə edirlər? Qadınların problemini həll edirlər. Halbuki qadına izzət verən nə olardı? Qadın elə gedib əxlaqsızlıq eləyincə gəlsin, normal bir kişinin ikinci, üçüncü, dördüncü həyat yoldaşı olsun, normal həyat yaşasın. Üzr istəyirəm, ömrün axırına qədər 1000 kişi ilə gəzməsin. Çox təəssüf olsun. Bunu qanuna salıblar, amma çox arvadlığı nə ediblər? Qadağan ediblər. İslamın da fikrini sizə dedim. Başqa bir məsələ, diqqət olunması məsələ bundan ibarətdir ki, çox arvadlıq heç də İslamın gətirdiyi bir şey deyil. Bizim dinimizin qayda qanunu deyil. Bizim dinimizdən qabaqda, digər dinlərdə, hətta dindar olmayan cəmiyyətlərdə çox arvadlıq olub. Açın tarixi, oxuyun. Həmin Avropa ki, bu günləri çox Avropa ölkələri bunu qanuna salıblar, çox arvadlığı olmaz, bir arvad olmalıdır. Onların özündə tarixə baxanda nə qədər desiniz, çox arvadlıq olub. Hətta üzr istəyirəm, İslamın dediyi 4-dən çox olub. Bir kişinin pulu imkanına şah, vəzir olduğunda 100 üzr istəyirəm, hətta saraylarda hərəm-səra saxlayıblar. Hələ İslam gəlib bu çox arvadlığı nə edib? Endirib, tədil eləyib, ifrat və təfritə varmadan 4 qadında saxlayıb ki, bunun da səbəblərini sizə dedim. Bu, heç də bunu İslamın ayağına yazmaq lazım deyil. İslamdan qabaq da bu çox arvadlıq məsələsi olub. Bəzi cəmiyyətlərdə bu normal qəbul olunub. Bəli, çox normal qəbul olunub. Hətta qadınlar da buna heç qısqanclıqla yanaşmayıblar. Birinci qadın bəzən ikinci qadın üçün elçiliyə gedib. Bizim tarixdə buna nümunələrimiz var.
Və o cümlədən də Peyğəmbərin olduğu mühitdə, yəni Ərəbistan yarımadasında, Hicazda da çoxarvadlıq çox normal qarşılanıb. Ona görə Quran ayəsi nazil olanda, Peyğəmbər bunu eləyəndə, Allahın salamı olsun ona və əhl-i beytinə, Peyğəmbərin sahabələri bunu eləyəndə heç də qadınlar bir mitinqə qalxıb demirdilər ki, bu nədir? Çünki o cəmiyyətdə bu normal bir qayda qanun kimi qəbul olunurdu. Bu da belə. Amma cavablarımız Peyğəmbərlə bağlı, Allahın salamı olsun ona və əhl-i beytinə. Peyğəmbərlə cavablarımız müxtəlifdir. Birinci biz baxmalıyıq çox arvadlığı olan, çox qadınlarla evlənən insanın şəxsiyyətinə. Görək bu adam çox qadınla evlənirsə səbəb nədir? Səbəbi nə? Birbaşa tez bir insana çox arvad aldığını görə, 2 arvadı, 3 arvadı, 4 arvadı olduğunu görə ona həvəsbaz adı vermək insafsızlıq olar. İndi biz Peyğəmbərdən danışırıqsa, Allahın salamı olsun ona və əhl-i beytinə, onun şəxsiyyətini, onun missiyasını, din, İslamı, Quranı gətirib insanlara, Ərəbistan yarımadasında cahiliyyət dövründə insanlara başa salmağını, bu yolda əzab, əziyyətə qatlaşmağını, tək qalıb, hətta daşqalaq olunmağını, ərəb qəbilələrinin, hətta öz nəslinin, öz doğma əmisinin onu boykot edib incidməsini, bütün ərəb tayfalarının Hicazda, Məkkə və Mədinədə yığışıb Peyğəmbərə qarşı bu işi görməsini nəzərə aldıqda başa düşməli ki, Peyğəmbər bu addımı niyə atıb? Unutmayın, Peyğəmbər bizi kimi sadə şəxs deyil. Bəli, biz bir insana baxarıq, bu adam bir arvad aldı, sadə bir sürücüdür, çobandır, deyək ki, bu nədir yaxı, arvadların sayını gündən-günə artırır. Niyə alır? Üzr istəyirəm, ancaq şəhvət, ancaq övlad dünyaya gətirir. Bu bizə anormal ola bilər. Bu bizim üçün anlaşılmaz ola bilər. Amma Peyğəmbər kimi şəxsiyyətin, həyatın araşdırma görür ki, Peyğəmbər nəinki bu işi pis iş görüb, hətta yaxşı iş görüb. Birazdan izahlarını verəcəyik. Peyğəmbər sadə bir insan deyildi, ictimai bir adam idi. Bəzən evlənirdi qadınlarla, ona görə ki, bir tayfadan qız almaqla o tayfa ki, düşmən idi, onu dosta çevirirdi. Və onu özünə dayaq edirdi. İslamı gücləndirirdi. 2. Bəzən bir tayfa ilə evlənirdi, onlarla düşmən şəraitində olduğunu görə sülh bağlayırdı. Peyğəmbər onların kürəkəni olan kimi avtomatik kürəkən ərəblərdə xüsusi bir yeri var. Bizim nəsildən qız alıb və ona hörmətlə yanaşırdılar. Bəzən Peyğəmbər evlənirdi, ona görə ki, sayı artırsın. Müsəlmanların, tayfaların sayı nə olsun? Artsın. Bu çox təsiri var bu günlərdə siyasətdə görürsünüz. Siyasi evlilər deyirlər ona. Bəzən Peyğəmbər evlənirdi, sərpərəsti olmayan, başçısı olmayan dul qadınlar ki var, yiyəsiz buraxılıblar, onların çox problemləri var, hətta əxlaqsızlığa gedə bilərlər. Peyğəmbər özü də tövsiyə edirdi, özü də əməldə həmin qadınları neyirdi? Sərpərəstliyin öz nəzarətinə götürürdü. Bəzən də üzr istəyirəm, o qadınlar yaşlı olurdu, hətta o qadınlarla heç yatmırdı, sırf bir kəbin oxunurdu. Bəzən Peyğəmbər o qadınlarla evlənirdi, çoxlu qadınlar vasitəsilə cəmiyyətə təsir qoya bilsin. Bilirsiniz, qadınlarla bağlı çox şəriət məsələləri Peyğəmbərin dövründə, Peyğəmbərin zövcələri vasitəsilə yayılıb. Qadınlara maariflənmə lazımdır. Hamısı məscidə gəlmir, hamısı Peyğəmbərlə döyüşə gəlmir, hamısı Peyğəmbərlə oturub durmur. Əsas kişilər də oturub durur. Peyğəmbər qadın kütləsinə əlaqəyə girməlidir. Peyğəmbər ictimai adamdır, ancaq kişilərə göndərilməyib ki. Bu həm də qadınlar üçün göndərilib. O qadın təbəqəndə cəzb eləməlidir, onlar da maarifləndirməlidir. Peyğəmbər çox qadın almaqla, qadınlara şəri məsələni, İslamı, Qur'anı öyrətməklə o qadınları neyirdi? Özünə cəzb eləyib maarifləndirirdi. Bəzən Peyğəmbər evlənirdi, cəmiyyətdə o qadınla bağlı bir fikir vardı, o fikri sındırırdı. Məsələn, bibisi qızı Zeynəb, onu kimə vermişdi əvvəl? Oğulluğuna vermişdi. Allah Teala əmr elədi ki, sən evlən, bu cahiliyyət dövründə olan, pis xurafat olan qayda qanunu ki, oğulluğun qızı ilə, yoldaşı ilə evlənmək olmaz. Boşanandan sonra Peyğəmbər o xurafat qanunu neyirdi? Aradan aparırdı. Bəzən Peyğəmbər evlənirdi, insanları həyatdan xilas eləsin. Avtomatik onlarla qohum olmaqla əsirləri azad eləyirdi. Əsirlər azad olurdu. Hamısı buna bayram eləyirdi. Səbəblər çoxdur, mən əsas səbəbləri saydım. Deməli, Peyğəmbərin evliliyində əsas səbəblərdən biri siyasidir. Nədir? Siyasi məsələ. Peyğəmbər siyasi baxımından illərlə ona düşmən olan insanları ram eləyirdi. Evliliklə, qohum olmaqla, qız alıb, qız verməklə bu məsələ həll olurdu. Özü maraqlıdır, bilirsiniz necədir? Bu bilirsiniz necə olub? Məsələn, Peyğəmbər tanınmış 2 şəxs İslamda birinci xəlifə və ikinci xəlifənin qızını alıb. Əbu Bakır və Ömərin. Bilirsiniz, eyni halda Əbu Bakır, Ömər Peyğəmbərin qızını almaq istəyiblər. Xanım Fatimə Zəhraya elçi düşüblər. Salamullahi aleyha. Yəni qız alıb, qız verirdilər ki, əlaqələr nə olsun? Daha da möhkəm olsun. Peyğəmbər bundan niyə istifadə eləməsin?
Əgər hansısa bir qanun tökülməyin qarşısını ala bilərsə, İslamı bununla digərlərinə çatdıra bilərsə, nə üçün Peyğəmbər bundan istifadə etməsin? Ağıllı, siyasətçi, dinini bütün insanlara çatdırmaq istəyən insan bu işi görməlidir. Baxırıq tarixə. Peyğəmbərin müharibələrinə, Allahın salamı olsun ona və əhl-i beytinə, Peyğəmbərin tarixdə ən çox onunla düşmənçilik eləyən, müharibə aparan iki dəstə olmuşdur. Müşriklərdən Əbu Süfyan, bir də Yəhudilər. Peyğəmbər Əbu Süfyanın qızı ilə evlənir, Bəni Üməyyə ilə qohum olur. O cümlədən də Peyğəmbər ikinci ən qatı düşməni olan Bəni İsrail Yəhudilərdən qız alır. Yəhudilərin kürəkəni olur. Avtomatik Peyğəmbərin iki düşmən olduğu insanlar nə olurlar? Yumşalırlar və dəyişirlər. Bəni İsraildən və Bəni Üməyyədən Peyğəmbər qohum olmuşdur. Yəni, onların kürəkəni olmuşdur. Kərbala hadisəsində tez-tez eşitmişsiniz. Əbəlfəz əleyhissalama düşmən tərəfdən şimir, amannama gətirir. Nəyə əsasən? Qohumluq. Ölənləriz rəhmət. Ana tərəfdən qohumluğunu çatır bizə. Sən amandasan. Bu, görün nə qədər ərəbdə dəqiqdir. Düşməndir, düşmən ordusundadır. Amma ana tərəfdən amannama, qohumluq çatırsa bizə, bizdən qız alıblar. Biz bununla nə edə bilərik? İnsanın həyatını qoruya bilərik. Bu, Kərbalada da bu hadisəni siz tez-tez eşitmişsiniz. Və tarixdə dəfələrlə görmüşük Peyğəmbər əsirləri bir tayfa kürəkən olmaqla deyirdi, mən daha onların kürəkəniyəm. O tayfadan olan əsirləri azad edirdi. Müsəlmanlar da razılaşırdılar. Çünki əsir tutan zəhmət çəkib baxır, döyüşçü zəhmət çəkib. Gör də Peyğəmbər o tayfanın kürəkəni olan kimi Peyğəmbərin daha qohum olduğu tayfanın əsirlərini azad edirdilər. İnsan həyatı xilas olurdu. Bu pisdirmi? Və nəinki bu evlilik onlarda pis idi, bəzi tayfalar Peyğəmbərə özü elçi düşürdü. Quran-Kərimdə də ayə var, bəzi qadınlar özü Peyğəmbərə evlilik təklifi verirdilər. Bəzi tayfalar özləri Peyğəmbərlə qohum olmaq istəyirdilər. Hətta ikinci xəlifə Ömərlə bağlı var ki, Ömərin özü, hətta Əbu Bəkirlə bağlı var ki, özləri Peyğəmbərlə qohum olmaqdan ötürü öz qızını Peyğəmbərə, belə deyək, evlənmək üçün təklif ediblər. Peyğəmbər də müəyyən məsləhətləri nəzərə alırdı, onlara yox demirdi. Və baxırıq, Peyğəmbərin çox evlilərinə bu ərəb tayfaları buna fəxr edirdilər. Tarixdə var ki, heç bəzən Peyğəmbər toy olmurdu. Sırf kəbin mərasimi olurdu, o tayfa iftixar edirdi, fəxr edirdi ki, Peyğəmbər bizim nəyimizdir? Kürəkənimizdir. Ona görə heç də düşünməyək ki, burada ancaq şəhvət məsələsidir. Burada ictimai və siyasi məsələlərdə öz rolun oynamışdır. Bu evliliklərin siyasi olduğunu hətta qeyri-müsəlmanlar, xristiyanlar belə etiraf ediblər. Konstantin Georgi var, adında Rumuniyadan yazıcıdır. Məşhur tanınmış adamdır, sosial şəbəkədə vura bilərsiniz. Və Wikipediyada onun haqqında məlumat toplaya bilərsiniz. O özü etiraf edir ki, Peyğəmbərin Ümmü Həbibəni alması kimdir? Əbu Süfyanın qızı. Onunla evlənməsi və öz düşməninə, ən böyük düşməni Əbu Süfyana yeznə, kürəkən olması Qureyşin düşmənçiliyini azaltdı və elə bir iş gördü ki, Əbu Süfyan ömrün axırına qədər, Peyğəmbər dünyasını dəyişənə qədər daha ondan düşmənçilik eləyə bilmədi. Bu, Konstantin Georg'un öz etirafıdır, Rumuniyalıdır, müsəlman da deyil, məşhur yazıcıdır. Peyğəmbərin haqqında kitab yazıb, indi adlarını deyəcəyəm, özü etiraf edir ki, Peyğəmbərin evliliyi nə idi? Siyasi səbəb daşıyırdı ki, düşmənçiliyi dostluğa çevirirdi. İndi mən sizə tayfaların adını deyirəm, baxın, görün necə maraqlıdır. Bu qədər tayfanı Peyğəmbər evlənməklə, onlara qohum olmaqla qardaşlıq yaradır, düşmənçiliyi aradan aparır, onları özünə ram eləyir, yumuşaldır və onlar müsəlman olurlar. Ayşə, Əbu Bəkirin qızı, Tim qəbiləsindən, Həfsə, ikinci xəlifə Ömərin qızı, Udey qəbiləsindən, Ümmü Həbibə, Əbu Süfyanın qızı, Bəni Üməyyədən, Sudə xanım, Bəni Əsəd qəbiləsindən, Məymuna xanım, Bəni Hilal qəbiləsindən, Səfiyyə, Bəni İsrail Yəhudi xanımıdır və ilaxır. Adlara baxın və ərəblərdə bu tayfa söhbəti çox mühümdür ya. O tayfadan kürəkən olan kimi o kürəkən çox hörmətli olurdu. Necə ki, bizdə də var. Yeznə, kürəkən çox ciddidir. Bəziləri üçün çox yaxşı qəbul olunur ki, çünki onlar deyir ki, bizim gələcək nəvələrimizin atası o tayfadandır. Bu çox mühümdür. İctimai səbəb. Bəzi xanımlar ərləri dünyasını dəyişirdi. Hətta çoxu şəhid qadınlar olublar. Yaxud da ərləri İslamdan dönürdü. O qadın görürdü ki, mənim ərim İslamdan döndü. Qeyri-müsəlman bir vəziyyət yarandı. Müsəlman qadın başqa bir qeyri-müsəlmanın kəbinində qala bilməz. Dönmürdülər. Amma sərpərəstsiz qalırdılar. Və qadınlar stresi, qadın boşanandan sonra travma alır.
Baxın, psixoloqlar nə deyir? Boşanan qadınlar travma alırlar. Xüsusən təmiz, pak qadınlar. O qadınlara sərpərəstlik eləmək lazım idi. Onların yetim uşaqları qalırdı. Sərpərəsti olmayan xanımlara Peyğəmbər kömək üçün və digərlərini də həvəsləndirmək üçün siz də şəhid ailələrini alın, sərpərəstsiz qadınları alın və boşanan, əri ölən, yaşlı qadınlar, tərk olunmuş, cəmiyyətdə atılmış qadınlar ki var, çoxu da yaşlı qadınlardılar və dul qadınlardılar. Peyğəmbər onlarla evlənməklə nə edirdi? Onlara hətta kömək eləmiş olurdu. Məsələn, Ümmü Sələmə. Ümmü Sələmənin özünü bir kişi yaşlı qadınla, uşaqları ola özünü belə əziyyətə salar, ikinci arvad almaq üçün gedir, elə bir ailədən yapışar ki, ona xidmət eləsin. Artıq ona yük olmasın. Peyğəmbər aldığı qadınları özünə yük elirdi, özü onlara yük olmurdu. Ümmü Sələmə o xanımlardandır. Həyat yoldaşı döyüşdə şəhid oldu, sonra sərpərəstsiz oldu. Peyğəmbər özündən yaşda böyüdü, getdi onu aldı. Ümmü Sələmə o xanımlardandır. Cəmiyyətdə mühüm bir hissə qadınlardır, dedim. Peyğəmbər onları maarifləndirirdi və Peyğəmbərimizin özü bəzən də evləndi, bir xurafatı ləğv edirdi. Bundan qabaq bunlara toxunduq, bibisi qızı Zeynəblə bağlı. İndi mən başqa səbəblərdə burada toxunuram və inşallah söhbətimi yekunlaşdırıram. Peyğəmbərə həvəsbaz, nauzubillah, üzr istəyirəm ifadəmə görə, çox arvadlığına görə şər atıb, töhmət vuranlar bu suallarımıza cavab versinlər. Nə üçün Peyğəmbər cavanlıqda bunu eləməyib? Peyğəmbər 25 yaşında evlənib, özündən yaşda böyük olan xanım Xədicə ilə, salamullah aleyha, 52-53 yaşa qədər bir qadınla qalıb. Bir adam, üzr istəyirəm, arvadbazlıq eləmək istəsə, şəhvətbaz olsa, bunu cavan yaşında eləyər. Peyğəmbər cavan yaşında niyə bu işi görməyib? Yeganə bir qadınla yaşayıb, o da Xədicədir və xanımla 25 yaşında evlənib və xanım Xədicə dünyasını dəyişənə qədər heç bir qadının sorağına getməyib. Deməli, Peyğəmbərin məqsədi evlilikdən heç də cinsi məsələlər olmamışdır. İkinci sual. Nə üçün Peyğəmbər 52 yaşından sonra ölümünün sonlarında, son anlarında çoxlu qadınlar ki alıb, bu qadınlar əksəriyyəti dul, yaşlı, gözəlliyini itirmiş o qadınlardılar və hətta evində uşaqları olan, yetimləri olan qadınlardılar. Nə üçün Peyğəmbər gedib cavan qızların sorağına getmirdi? Məcər ona qız verməzdilər. Məcər ərəblərdə yaş söhbəti vardı, verirdilər. Niyə? Adətən pis niyyəti olanlar kimin sorağına gedirlər? Cavan və seçilmiş qızların. Və tarixə baxırıq, Peyğəmbərin özü Allahın salamı olsun ona və əhl-i beytinə yolundan döndərməkdən ötürü Qureyş Peyğəmbərə nə təklif verirdilər? Sən Peyğəmbərin iddiasından əl çək, sənə cəmiyyətdə Məkkə şəhərinin ən gözəl, ən sahib seçilən imkanlı qadınları sənə veririk. Peyğəmbər nə cavab verdi? Bir əlimdə günəş, bir əlimdə ay. Həmin cavab verdi ki, razılaşmadı. Döyülən, vurulan, ən yaxşı qadınlar təklif olanda yox deyən Peyğəmbər, bən niyə 50 neçə yaşında ömrün sonlarında bu qadınlarla evlənir? İnsaflı olmaq lazımdır. Hətta düşmənləri belə ona bu işi təklif edirdilər və Peyğəmbər bununla razılaşmırdı cavan yaşında. Amma qocalanda isə Peyğəmbər daha Mədinədə hökumət qurmuşdu, gücü vardı, imkanı vardı. Döyüşlərdə əsir düşən qadınlar var idi. Peyğəmbər heç vaxt cavanları seçmirdi, cavan əsirləri seçmirdi. Bircə seçdiyi dedim Yəhudilərlə bağlı olub ki, o da həmin Yəhudiləri özünə, o da dedi ancaq sırf toy olub, kəbin olub, ondan heç bir toy gecəsi baş verməyib. Üçüncü sual. Ümumiyyətlə, Peyğəmbərin həyatını araşdıran, insaflı olanlar deyirlər ki, Peyğəmbərin qadına baxışı, üzr istəyirəm, çox üzr istəyirəm, şəhvət aləti kimi olmamışdır. Yəni, Peyğəmbərin həyata baxırıq, danışına, ifadəsinə, Quran-ı Kərimdə Nisa surəsi ki, ona nazil olub, cəmaata çatdırıb, Quran-ı Kərimdə çoxlu qadınlarla bağlı ayə var, özünün qadınlarla bağlı tövsiyəsi, ən məşhur sözüdür, o qədər qadınları Cəbrail əleyhissalam mənə tapşırdı ki, nə etdim? Dedim, daha qadınlara boşamaq olmaz. Bu qədər qadınları sifariş verən, qadınların hörmətini saxlayan, qız uşaqlarını bastırmağa qoymayan, qadınları döyməyin deyən, qadınlara hörmət eləyin deyən, tez-tez qadın alıb boşanan kişiləri gözündən düşən deyən ki, Peyğəmbər gördü bir kişi, necəsən, evlisən, evlənmişəm, təzə boşanıb gedir, 2-3 tez-tez qadın dəyişirdi. Peyğəmbər o kişi dedi ki, sən düzgün iş görmürsən. Tez-tez qadın dəyişmək düzgün deyil. Bu işləri görən Peyğəmbərin qadına olan hörmətinə baxırıq ki, Peyğəmbər heç vaxt qadına olan hörməti bu olmamışdı ki, qadından şəhvət aləti kimi, üzr istəyirəm, istifadə etsin. Ona görə Peyğəmbərə bu töhməti vurmaq düzgün deyil. 4. Quran-ı Kərimə əsasən, biz məcburuq bunu deyək. Quran-ı Kərimə əsasən, tarixi sənədlərə əsasən Peyğəmbərin çox vaxt
həyat yoldaşlarına problemi olurdu. Məsələn, Təhrim surəsinə baxın. Allah Teala Təhrim surəsində peyğəmbərin iki zövcəsindən danışır. Peyğəmbərə əziyyət ediblər. Allah buyurur. Allah Teala buyurur ki, Quran-Kərimdə onlar peyğəmbəri nə ediblər? Əziyyət ediblər. Peyğəmbəri incidiblər. Şəhvət niyyəti olan bu yükün altına girib peyğəmbərdən bu qadınların bu əzab-əziyyəti görərdi. Və niyə boşamırdı? Aldığı qadınlar ki, ona əziyyət edirdi, onlar niyə boşamadı? Peyğəmbər almışdı Əbu Bəkr, Ömər, birinci xəlifə, ikinci xəlifənin qızı Ayşə və Həfsəni. Quranda ayədir. Bir hadisə baş verdi, peyğəmbərin sirrini açdılar, peyğəmbərə əziyyət elədilər. Allah Teala Quran-Kərimdə o qadınları təhdid eləyir. Nuh peyğəmbərlə Lut peyğəmbərin qadınları ki var, cəhənnəmdə olacaq, onlara misal vurur. Eləməyin, peyğəmbərə əziyyət eləsəniz, bu da sizi Allah başqa cür cəzalandıracaq. Peyğəmbər onları boşamırdı. Deyərdi, elə bəhanəm var, boşayıb getmən cavan qız alsın. Peyğəmbər belə hərəkət eləmirdi. Ən mühüm cavab 5. Dost düşmən peyğəmbərlə bağlı bir etirafı var. O da bundan ibarətdir. Peyğəmbər gündüzün, ömrün həsr eləyirdi. Xalqa xidmət, Quran, döyüş, müharibə, namaz, məscid, kasıblar, yetimlər, əlsiz ayaqsızlar. Axşamı da ibadətlə keçirirdi. Bu qədər qadınları bəs hara yığırdı? Cavab verin. Oxumuşuq, filan padşah, haçan soruşurlar, qadınların yanında düzür istəyirəm. Hərəm saradadır. Qadınların yanındadır. İşrət məclislərində, kef məclislərində. Axı Peyğəmbərlə bağlı baxırıq ki, Peyğəmbər gecəsini ibadətlə, gündüzünü xalqa xidmətlə keçirdən adam nə zaman vaxt tapırdı ki, bu qadınlarla vaxt keçirsin? Deməli, məsələ şəhvət məsələsi olmamışdır. Hətta Thomas Carlyle tanınmış bir alimdir, ingilisdir. Peyğəmbər haqqında kitab yazıb, bəli, özü etiraf edir ki, düşmənlər nə qədər desələr də Peyğəmbər heç vaxt şəhvətpərəst olmayıb, onun sözüdür. O, heç vaxt qadınların düşkünü olmayıb, kim Peyğəmbəri şəhvətxorluqda ittiham edirsə, insafsızlıq edir. O, bu işlərdən uzaq insandır. Yaxud da bundan qabaq deyim, Konstantin Georgi Peyğəmbər haqqında kitab yazıb, o dedib ki, Peyğəmbərin özü, baxmayaraq ki, çox arvadı vardı, amma çox həyalı bir kişi idi və qadınlarla bağlı insafla rəftar edirdi. Thomas Carlyle Peyğəmbərin həyatı kitabında, Konstantin Georgi Peyğəmbəri yenidən tanımaq lazımdır adlı kitabında. İki kitabın adını sizə dedim, baxa bilərsiniz. Möhsin Qiraətin bir gözəl sözü var. Peyğəmbəri çox arvad almaqda şəhvət, üzr istəyirəm, həvəsbazlıqda ittiham eləyənlərə bir maraqlı cavab verir, xoşum gəldi. Deyir ki, bəziləri üzr istəyirəm, bir dənə arvad alan kimi Allahı unudur, düşürəncə arvad dalizə, şəhvət dalizə. Özlərinə baxıb Peyğəmbəri belə düşünürlər. Bəli, siz ola bilər, bir qadın, iki qadın görəndən sonra elə ömrünüzü qadınlarla keçirdirsiniz. Qadınpərəst, şəhvətpərəst olursunuz. Amma bunu Peyğəmbər haqqında demək mümkün deyil. Dost düşmən bunu etiraf edib. Hətta bilirsiniz, Peyğəmbərin düşmənləri Peyğəmbərə şər atıblar, böhtan atıblar. Seyirkar, cadügər, sahir, kahin, yalancı, nauzubillah. Peyğəmbərə nə nisbət veriblərsə, heç vaxt Peyğəmbərə arvadbaz nisbəti veriblər. Açın Quranı oxuyun, açın tarixə baxın. Bu əsasən 19-20-ci əsrdən Peyğəmbərə qarşı olan töhmətlərdir. Amma Peyğəmbərin sağlığında onun mikroskop altında izləyən, Peyğəmbərdən səhv axtaran insanlar belə Peyğəmbərə nə töhmət vurublarsa, heç vaxt ona arvadbaz nisbətini verməyiblər. Onlar axı Peyğəmbəri yaxından izləyiblər, görüblər. Bəs necə olur ki, siz neçə əsr keçəndən sonra elə sırf baxırsınız ki, Peyğəmbərin arvadı çox idi, bununla tez qəzavət edib Peyğəmbərə bu pis nisbəti verirsiniz? Son. Peyğəmbərin bu işi onun üçündən ki, nöqsan deyil, mənfi deyil, hətta müsbətdir. Mən vicdanla sual verirəm. Əgər bugün cəmiyyətimizdə bir kişidən xəbər tutsanıq, bir kişi çoxlu arvad alır, niyyəti şəhvətbazlıq deyil, qadınpərəstlik deyil, qadınlara hörmətlə yanaşır, üzr istəyirəm, nəsli artırıb doldurmaq fikri yoxdur. Çünki bir kişi ya qadını şəhvət üçün evlənir, ya da ki, nəslini artırmaq istəyir. Bir kişi ancaq kimsəsiz, sahibsiz qadınlara yiyə durur. Onların yetimlərini saxlayır. Onlara sərəpərəstlik eləyir. Onlara qoruyur. Başqa niyyəti yoxdur. Heç onlarla üzr istəyirəm yatmır. Ancaq fikri kimsəsiz qadınları dolandırmaqdır. Sizin fikrinizdə bu kişi yaxşı iş görür? Əlbəttə ki. Bugün qocalar evi nə üçündür? Bugün uşaqlar evi nə üçündür?
Düzdür yox? Bir insan əgər düşürsə bu günləri bu işlərlə məşğul olursa, siz deyin, bu heç də pis işdir. Yetim uşaqlara atalıq edir, qadınlara sərpərəstlik edir, şəhid ailələrinə sahib çıxır. Peyğəmbərin çox həyat yoldaşları nədir? Şəhid qadınları idi. Qohumluq əlaqələrini gücləndirir. Qadınlara pis gözlə baxmır. Siz buna yaxşı qiymət verməlisiniz. Soruşanda da öz həyat yoldaşı deyir ki, bu bizdən yataq istəmir. Bu sırf bizi dolandırıb saxlamaqdan ötürü, bizə sərpərəstlik etməkdən ötürü bu işi görür. Biz o kişiyə nəinki bu pis nisbəti verməməliyik, ona təşəkkür eləməliyik. Düzdür ya yox? Bizim vicdanımız bizə niyə də pis olsun? Niyə də pis olsun? Yoxsa bugün Qərbin qoyduğu yol ki var, qadınları ticarət mənbəyinə çevirib, əşya kimi satsınlar, sabun, şampun, təkər, siqaret reklamında qoysunlar, sonra üzr istəyən bir yer düzətsinlər, adını da güya qadın evləri, həyat qadınları qoysunlar, hətta müsəlman ölkələrində. Baxın, qadın evləri qoysunlar, bununla biznes eləsinlər və qadınlarla yanaşı onların hörmətini saxlamayıb, pis-pis xəstəliyə düşər olsunlar. Axırda ki, üzr istəyirəm, qozalanda qozalar evində açsınlar. Bu yaxşıdır, yoxsa belə qadınları götürüb saxlamaq, onlar sərpərəstlik eləmək. İnsafınız olsun. Deməli, bütün bunların hamısını baxanda biz görürük ki, Peyğəmbərin evliliyinin hamısına məqsəd ağılla baxanda, insafla baxanda Peyğəmbərin çox evliliyinin məqsədi müsbət olmuşdur. Siyasi, ictimai məsələlərdir və Peyğəmbər haqqında bu suallara cavab versinlər. Cavanlığında bu işi görməyən nə üçün qozalanda bu işləri görürdü, cavabları verdi. İnsaflı olanları da insafa dəvət edirik. Hər kəsi öz vicdanından başa-başı buraxırıq. Allah bizi Peyğəmbəri həqiqi tanıyanlardan qərar versin.